Həyat budur. Bütün insanlar mən sizə müjdə verirəm. Dale Carnegie kimi sizi aldatmıram. Mən sizə müjdə verirəm. Burada oturanların hər biriniz məğlubiyyəti təcrübə edəcəksiniz. Ya etmisiniz, ya edəcəksiniz. Ağsaqqallar durub mənə sözümü təsdiq edirlər ki, həyat ancaq uğurlardan ibarət deyil. Həyatda mütləq məğlubiyyət olub ya olacaq. Qaçılmazdır bu. Hansısa məqamlarında məğlubiyyət olacaq. Allah özü belə tənzimləyib dünyanı, belə qurub dünyanı. Allah özü çətinliyə salır ki, çalxalasın, görsün sən kimsən. Özü bilir, sənə göstərsin, sən inkişaf eləyəsən. Çətinliyə salır ki, arxasında əvəz versin. Hər bir çətinliyin arxasında bir nə qədər hədiyyə gizlədib. O çətinliyi sadəcə aşırsan, dalıca o mükafatların qapısı açılır sənin üçün. Həyat budur. Həyatdırsa sıxıntısı olacaq. Mən bu barədə Ramazan ayında çox danışmışam. Deyir, inşallah ki, heç bir pis gün görməyəsən, inşallah 1000 il yaşayasan, dualarımız budur birinin ad günündə. İnşallah ki, heç bir problemin olmasın, bütün arzularına çatasan, alladırsan sən onu, yalan deyirsən, o heç bütün arzularına mümkün deyil çatsın. Mümkün deyil. Dünyada bir dənə də adam tapılsın ki, bütün arzularına çatsın. Deyilən ki, inşallah problemlər qabağıma çıxacaq, inşallah o problemləri həll eləyəsən, o problemlər səni məyus eləməsin, inşallah olacaq da, inşallah, yəni Allah istəsə, Allah da istəyib, elan da eləyib bizə. Quranında da bizə deyib ki, ləqəd xələqnəl insanə fi kəbət, biz insanı çətinlikdə yaratdıq. Biz insanı çətinlikdə də əziyyət vermək üçün yaratmadıq. Çətinliyin fəlsəfəsi var, o fəlsəfəni anla, o fəlsəfəni başa düş. Hər bir çətinliyin hikməti var. Amma çətinlikdən qaçmaq ki, bəzi gənclərimizdə var, çox pis xüsusiyyətdir. Çox pis xüsusiyyətdir. Çox mənfi xüsusiyyətdir. O saat taxsirkar axtarırıq, işim alınmadı, filan kəs elədi. Ola bilər 5 dənə də günahkar tapılsın, amma Allahın da əli var axı. O günahkarı lap danlaya da bilərik, cəzalandırır.